Kiko'nun yeni ilə yeni kolleksiyası ilə tanış olaq. Üz primeri. Yeni il ümumiyyətlə sizin üçün necə qoxur? Mənim üçün yeni il feyxua, mandarin, vanil, kakao, şokolad, kakaonla şokoladın iyləri fərqli olur. Primer oturana qədər göz altımızı da nəmləndirək. Bu göz üçün olan gel sərinlik verir. Yüngül teksturalı tonallə və konsiler bir arada. Yeni il mənim üçün yeganə bayramdır ki, mən möcüzələrə bu ərəfədə daha çox inanıram və həqiqətən də yeni il ərəfəsi, yəni dekabr ayı, yeni il bayramında mənim bütün istəklərim möcüzəvi şəkildə yerinə yetirir. Kiko'nun dodaq yağı. Foundation'ı sabitləmək üçün alt hissəsi toz kirşandır. Üst hissəsi preslənmiş kirşan. Çiçək kimi bir fırçamız. Bunun bu hissəsinə baxın. Hər məhsulun özünə məxsus bir qoxusu var. Liner çəkə bilməyənlər üçün bunun ucunun bu qədər nazik olmasıdır. Nazik çəkirsiniz. Bir çox qızların gözünün üstü ətlidir deyənlər nazik çəkə bilmir və ya karandaş istifadə edə bilmir. Çünki karandaş istifadə edəndə həmin bu qıraq hissələr yayılır ətli olduğu üçün, isinir və yayılır. Amma buna baxın. Bu karandaş yayılmır. Bu olmayan kiprikləri görə necə qaldıracaq? Kipriklərimi dən elədim. Maskaralarının ən böyük üstünlüyü odur ki, kipriklərin heç birini bir-birinə yapışdırmır. Heç birini. Keçirik mənim ən sevdiyim məhsula. Девочки, что это за красота? Я должна вам это показать. Yayda burnumun bu hissəsini əlliyi sürtməyi sevirəm. Qışda isə ucunu. Çox gözəldir. Onun parıltısına baxın. Tinti mən dodaq boyası kimi yox, elə tint kimi istifadə edirəm. Orta hissələrə çəkib əlimlə yayıram. Kiko'nun parıldadıcı lip glossunu istifadə edəcəm. Baxım məhsulları isə tamam ayrı bir leveldə. Belə xanım Xatunski kremdir. Bu yeni kolleksiyanın daha çox viral olan Partadan, Instagram, YouTube, TikTok, bütün sosial şəbəkələr, həm xarici platformalarda, həm bizdə Partadan sevilən, hər kəsin qaça-qaça gedib aldığı o məhsulu. Это просто красота. Dekabr ayı ən çox istifadə edəcəyiniz məhsul bu olacaq. Ətirlə yaşayan insansınızsa, bu sizin maşınınızda, çantanızda, nə bilim, cibinizdə, əlinizdə, hər yerdə olan bir məhsulunuz olmalıdır. Bu qızlar ətirdir. Biraz bura biləklərinizə. Sizdən həmişə ətir iyi gəlsin deyənə mütləq bu hissələrinizə də lazımdır. И я готова. Спасибо, Kiko.